Yani ben bunu danışanda biraz şey olur. Mən pis təsir edir. Yani adam gözüyle görür ki, yani burada kardeşlerin, yoldaşların şəhid olur. Yani kimse orada yay. Ahmet çok değerli kardeşiydi. Həmişə döyüşlərdə hücuma keçərkən, yəni bu mənim çox yadımdan. Çox istəyirəm sizlərdən. Yəni özünü həmişə qabağa verərdim. Ki, mənim heç vaxt yadımdan. Mən qabağa gələndə mənə saxlayıb ki, hara gedirəm. Sən ailədə, səndə varlıq var. Mən subayam, mənim üçün zamanı ağlayacaq və sənin körpə uşağın olacaq. Yəni həmişə özünü qabağa. Yəni heç vaxt ay kimdən sağlıqda gedeyim, kimin sənənin yanında olum yox. Nə o bizim sağımızda, solumuzda, nə arxamızda. Həmişə onu biz qabaqda görmüşük. Ki, famil harlığı, famil bizdən qabaqda. Famil harlığı, famil bizdən olmayınca qabaqda. Yəni, həmişə önündə gedirdi. Onun haqqında çox edirəm danışmaq var. Biraz insanlara qarşıda danışmaq çətindir. Özür dilerim. Yoldaşlara, biraz öz fikirlərini, gördüklərini, famil haqqında desinlər. Nə qədər danışırsa, famil haqqında həqiqətən azdır. Gələcəkdə düşünmək, həbsələr, aylar və sənət ki, famil haqqında danışır. Videosu da var, ama bence de yerinde sosyal şəbəkələr arası video çəkir. Görüş yoldaşımız son günkü famillara gelir. Bir olmaları ülmeye yəqin çanaqı yazdı. Ben sanki onu bilirdim. İstediği ki şəhid olacaq. Ümumiyyətlə, bütün şəhidlərin sanki olaraq Allah tərəfindən onlara bizi bir şəhid olacaq. Allah rəhmət eləsin. Bütün şəhid varlıqların qarşısında baş əylər. Bu Şahlan için o söz çıkmazsın. Bir yıllar gibi, yani bir yıllar her zaman